Salam, Zaqatala rayonu İskəndər Məmmədov adına Qımır kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məcidova Leyla. Bugünkü dərsimizdə köməkçi nitq hissələrindən biri olan ədat haqqında danışacağıq. Sözlərin və cümlənin təsir gücünü artıran köməkçi nitq hissəsinə ədat deyilir. Ədatları cümlədən çıxartdıqda cümlənin mənası dəyişmir, yalnız emosional təsiri nisbətən zəifləyir. Məsələn, bunu sizə deməmişdik, məyər bunu sizə deməmişdik, sən belə deyildin. Sən ki belə deyildin. Birinci cümlədə məgər ədatı bütövlükdə cümlənin, ikinci cümlədə isə ki ədatı sən sözünün təsir gücünü artırır. Dilimizdə çox işlənən ədatlar bunlardır. Bəs, axı, məgər, mı, mi, mu, mü, lap, daha, ən, artıq, heç, xeyir, bəli, hə, ancaq, təkcə, di, barı, kaş, təki, ha, məhz, ki, da, də, hətta, sana, sənə, cəcə, qoy, gəl, gör və s. İndi isə ədatların məna növlərini öyrənək. Qüvvətləndirici ədatlar: ən, lap, daha, olduqca, axı, hətta, ki, necə, nə, artıq, cəcə, da, də, ha, düz, bir və s. Məsələn, bura mənim evimdir, siz qonaqsınız, qonağı sevərlər, lap nahaqsınız. Ən böyük ürəklər, yetkin ağıllar, ellər dünyasında yetişir, bilin. Bir deyən olmadı, durun ağalar, axı bu torpağın öz sahibi var. Dəqiqləşdirici ədatlar: elə, məhz, əsil. Məsələn, elə mən də bunu düşünürdüm, məhz sən bu işi etməlisən. Məhdudlaşdırıcı ədatlar: ancaq, təkcə, tək, bircə, yalnız, bir. Məsələn, məsələdən yalnız mən xəbərdar idim. Təkcə sən ona kömək edə bilərsən. Sual ədatları: bəs, məgər, bəyəm, yəni, mı, mi, mu, mü, ki. Məsələn, insan zirvələri fəth eləyərmi, onda ümid, inam, dözüm olmasa? Şəhriyar yaralı misralarından körpü salmadı mı Arazın üstə? Yəni sənin mənə sözün yoxdur? Bu çətin işdir ki, sual ədatlarından bəs və məyər bir-biri ilə sinonimdir. Bəs dərsə gecikmirsən, məyər dərsə gecikmirsən? Bəs kifayət mənasında işləndikdə ədat olmur. Məsələn, bəs məni özünlə aparacaqdın? Burada ədat, yığdığın meyvələr bəsdir. Burada kifayət sözlə sinonim olduğu üçün ədat deyil, yığdığın meyvələr kifayətdir. Diqqət! Sual ədatları işlənən cümlənin sonunda həmişə sual işarəsi qoyulur. Əmr ədatları: di, qoy, bax, gəl, gör, görün, gəlin, gəlsənə, ha, sana, sənə, sanız, səniz. Akos-kosa gəlsənə, gəlib salam versənə. Axşam üstü qoy uzaqdan, havalansın xanın səsi, Qarabağın şikəstəsi. Ey doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar, qəlbinizi oxşamır qoşmalar, telli sazlar. Bunlar qoy mənim olsun, ancaq vətən çörəyi sizlərə qənim olsun. Vidadi, gəl məndən bir dəfəlik keç. Diqqət edəcəyimiz bir məqam daha var. Ha ədatı feilin əmr şəkli ilə işləndikdə əmr ədatı, digər şəkillərlə işləndikdə isə qüvvətləndirici ədat olur. Məsələn, bunu heç kimə demə ha. Əmr ədatı, məni orada gözləyərsən ha, qüvvətləndirici ədat. Gəlin indi isə ha əmr ədatının işləndiyi cümləni birlikdə seçək. Dərsini indi oxumalısan ha. Bu cümlədə ha ədatı vacib şəklində qoşulduğu üçün əmr ədatı ola bilməz. İkinci cümləyə baxaq. Mənim anam müəllimdir ha. Burada isə ha ədatı ismi xəbərə qoşulduğu üçün əmr ədatı ola bilməz. Mənim dostum sənsən, başqası deyil ha. Burada da ha ədatı ismi xəbərə qoşulmuşdur. O çox böyük şəhərdə yaşamış ha. Bu ədat isə xəbər şəklində qoşulmuşdur. Ona görə burada da əmr ədatı yoxdur. Səhər tez gəl ha. Bu cümlədə ha ədatı əmr şəklində olan gəl feilinə qoşulduğu üçün əmr ədatı sayılır. Düzgün variant səhər tez gəl ha cümləsidir. Deməli, əmr ədatının işləndiyi cümlə bu cümlədir. Arzu ədatları: gərək, kaş, kaşki, təki, barı, bircə, bir və s. Məsələn,
Bağçaları sarı gül, yarı gönçə, yarı gül. Gec açıldın, tez soldun, olmayaydın barı gül. Bir görərdim, ayrılığı kim saldı, ölkəmizdə kim qırıldı, kim qaldı. Bu xalq hər şeyə dözər, tək ki torpaqlarımız azad olunsun. Diqqət, gərək arzu ədatına ki artırdıqda o ədat yox, modal söz olur. Gərək lazımdır mənasında işləndikdə isə söz xəbər olur. Məsələn, gərək bu işi özüm görəm, ədat, gərək ki bugün gəlməlidir, modal söz, sən mənə gərəksən, xəbər. Təsdiq və inkar ədatları, hə, yox, bəli, xeyr, heç, heçdə, əsla və s. Bu ədatlar çox vaxt söz cümlə kimi işlənir. Məsələn, aşiqin çoxdur sənin, kipriyin oxdur sənin, dərdindən mən dəliyəm, heç xəbərin yox sənin. Bəli, mən bu elin, bu obanın qızıyam. Ədatların əksəriyyəti ayrı yazılır. Lakin şəkilçi ədatlar olan m, mi, mu, mü, sana, sənə, ca-cə ədatları sözə bitişik yazılır və vurğu qəbul etmir. Əvvəlcə ayrı yazılan ədatlara nümunələr söyləyək. Mən mülayim bir dənizəm, atəşlidir dalğalarım. İnci tək sözlər seç, az danış, az din, qoy az sözlərinlə dünya bəzənsin. Bacarsan hamının yükünü sən çək, insana ən böyük şərəfdir əmək. İndi isə bitişik yazılan ədatlara misal göstərək. Biz ayrılan zaman demişdin ki sən, bir də bu yerlərə gələcəkmisən? Bizim də bolluca axçamız olar, evimiz, bağımız, bağçamız olar. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Diqqət, mu, mi, mu, mü ədatı dadə bağlacından sonra həmişə ayrı yazılır. Məsələn, siz də mi onunla görüşdünüz? Cümlələrin birində ədatların yazılışında səhvə yol verilmişdi. Birinci cümləni nəzərdən keçirək. Mən yalnız səni arxayınam. Burada yalnız ədatında heç bir səhvə yol verilməmişdi. Mən sözündən ayrı yazılmışdı. Düz yanımda əyləşmişdi. Bu cümlədə də düz orfoqrafik cəhətdən doğru yazılmışdı. Bugün bizə gəlsənə. Bu cümlənin yazılışına diqqət edək. Burada sana, sənə bildiyimiz kimi sözə bitişik yazılmalıdır. Ona görə bu cümlə səhv yazılmışdı. Digər cümləyə baxaq. Məgər belə də iş olar? Burada məgər sözə ayrı yazılmışdı. Cümlənin yazılışında heç bir səhv yoxdur. Sonuncu cümləmizi nəzərdən keçirək. Bircə o tez gəlsəydi. Burada bircə ədatı doğru olaraq sözdən ayrı yazılmışdı. Bugünkü dərsimiz bu qədər. Sağ olun, salamat qalın.